Salam əziz dostlar, hər birinizi salamlayıram. Bu gün istəyirəm sizlərlə onlayn dərslər haqqında danışım. Bu haqda mən Gürcə video çəkmişdim. İndi isə istəyirəm Azərbaycanca video çəkim. Deməli dostlar, onlayn dərslər haqqında, çünki çoxunuz rəylərdə yazırsınız onlayn dərslər olur və ya olmur. Bəli, onlayn Gürcü dili, ingilis dili, həmçinin alman dili dərsləri olur. Yəni onlayn öyrədirəm bu dilləri, alman dili, ingilis dili və Gürcü dili dərsləri. Və bugün bu dərslər haqqında danışmaq istəyirəm. Necə olur dərslər? Deməli, bildiyimiz kimi dərslər sadəcə onlayn olur. Həftədə 2 dəfə olur dərslər, amma əgər şagird istəsə 3, 4 və ya daha artıq istəsə, bu da əlbəttə ki mümkündür. Amma genel, yəni normal olaraq həftədə 2 dəfə olur dərslər. Hər dərs 50 dəqiqə davam edir. Dərs qrup şəklində olmur dostlar. Sadəcə bir şagird olur dərsdə. Bunu da qeyd edim. 50 dəqiqə davam edir. Hər birisi elədir. Gürcü dili də eyni bu cür, ingilis dili də eyni bu cür, alman dili də eyni bu cür. Qiyməti isə Gürcü dili ayda 100 laridir. Aylıq ödəniş 100 laridir. Həftədə 2 dəfə olur dərs və hər dərsdə 50 dəqiqə davam edir. İngilis və alman dilləri isə bunlar ayda 120 laridir. Mən indi bugün sizə WhatsApp nömrəsi də burada qeyd edəcəm və siz əgər dərslərə qoşulmaq istəsəniz, WhatsAppda mənimlə əlaqə saxlaya bilərsiniz. Biz dərslərin vaxtını təyin edə bilərik və dərslərə başlaya bilərik. Hər birinizə uğurlar arzu edirəm.